Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin üzvü senator Steve Daines və Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü senator Steve Dainesi qəbul edib. Senator ilk növbədə Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. Steve Dainesi Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdi deyərək əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbriklərə görə təşəkkürünü bildirib. ABŞ prezidenti Donald Trumpın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, məktubda da qeyd olunduğu kimi Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlətimizin başçısı Donald Trumpın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu dedi. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda senator Steve Daines prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin International Holding Company-nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi, ticari istiqamətdə daha da genişləndiyi vurğulanıb. Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olunub. Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.